2020-ci il sentyabrın 27-sində Ermənistan ordusunun təxribatlarının qarşısının alınması məqsədi ilə Azərbaycan ordusu tərəfindən əks-hücum əməliyyatları başladı və beləliklə 44 günlük müharibənin təməli qoyuldu. 44 gün ərzində Azərbaycan, belə deyək ki, hərb meydanında öz uğuru ilə seçildi və qalibiyyətə imza atdı. Təbii ki, biz bu məsələni Azərbaycanın o işğal dövründən necə qalib ölkə olduğu bir dövrə qədəm qoyduğunu müzakirə edəcəyik. Qonağımız isə millət vəkili Bəhruz Məhərrəmovdur. Salam Bəhruz müəllim, xoş gördük sizi. Xoş gördük. Bəhruz müəllim, elə müharibənin ilk dövrlərindən başlamaq istəyərdim söhbətimizə. Deməli, 5 il bundan öncə məhz sentyabrın 27-si bilirik ki, hər kəs gərgin idi. Artıq müharibənin olması elan edilmişdi. Artıq cəbhədə belə deyək ki, əməliyyatlar gedirdi, baş verirdi. Bu, belə deyək ki, döyüşlər, Azərbaycan ordusunun üstünlüyü bizə qələbəni hansı formada qazandıra bildi? Təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycana daim qüdrətlənmək, güclənmək, zəfərlər qismət eləsin. Əvvəlcə ondan başlayaq ki, həmin dövrdə, yəni 5 il əvvəl bugünə qədərki situasiya Azərbaycanın əleyhinə, düşmənin bu və ya digər formada istər qlobal zəmində o imperialist, neokolonist dairələrin bir mənalı müdafiəsi himayəsi altında, həm də coğrafi mövqe baxımından, möhkəmlənmiş mövqelər baxımından tam üstünlüyü şəraitində hökm sürən bir situasiya idi. Eyni zamanda Ermənistan işğal etdiyi torpaqlarla kifayətlənməyərək yeni müharibə və yeni ərazilər ideologiyasını irəli sürmüşdü. Və belə bir məqamda Azərbaycanın ərazi bütövlüyünə dair BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, eyni zamanda digər təsisatların, həmçinin BMT-nin özünün digər təsisatlarının qətnamə, qərar və bəyanatlar olmasına baxmayaraq, bu qətnamələrin, bu sənədlərin realizasiya Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquqa uyğun qaydada BMT nizamnaməsində əksini tapmış formatda ərazi bütövlüyümüzün təmin olunması ilə bağlı real addımlar atılmırdı. Və nəticə etibarilə 27 sentyabr 2020-ci il bütövlükdə tarixin dönüş nöqtəsi hesab edilməlidir. Çünki Azərbaycanın 27 sentyabrda başladığı əks-hücum yalnız Azərbaycanın öz ərazilərinin işğaldan azad edilməsinə yönəlməmişdi. Bu, bütövlükdə beynəlxalq hüquq adına yeni bir president idi. Bu, Qafqaz kimi mürəkkəb bir bölgədə hərbi siyasi yolla separatizmə, işğala, təcavüzə, çoxsaylı cinayətlərə qalib gəlmək imkanını göstərən bir praktik oldu. Və nəticə etibarilə baxmayaraq ki, ermənilər həmin ərazilərdə 30 il möhkəmlənmişdilər, qat-qat sədlər mövcud idi və xaricdən gətirilən yardımlar və xaricdən birbaşa verilən müvafiq avadanlıqlar vasitəsilə Ermənistan getdikcə daha da həmin bölgədə möhkəmlənirdi və buna əsaslanaraq da Ermənistanın o zamanki baş naziri Qarabağ Ermənistandır nöqtə deyə bilirdi. Lakin Azərbaycan prezidenti və Azərbaycan ordusu məhz Müzəffər Ali Başkomandanlığımızın rəhbərliyi altında düşməni də, onun havadarlarını da yanıldığını sübut etdi və Azərbaycan ordusu ən qısa müddətdə, ən qısa zamanda, yəni elə təqribən ilk gündəcə 10-a yaxın kəndi və çoxsaylı müdafiə eşelonlarını aşmaqla Azərbaycan ordusunun, Azərbaycan xalqının nəyə qadir olduğunu göstərmiş oldu və təbii ki, 27 sentyabr bizim üçün həm şəhidlərin anım günüdür, eyni zamanda da milli qürur və milli kimliyimiz adına sözün əsl mənasında tam yeni bir mərhələdir. Yer gəlmişkən, Bəhruz müəllim, biz deməli Vətən müharibəsi dövründə Azərbaycan prezidentinin xalqa tez-tez müraciətini görürdük. Daha sonra tez-tez sosial şəbəkə hesabında paylaşımlar edirdi və ümumiyyətlə istəyərdim ki, bunu soruşam ki, bu paylaşımlar ümumiyyətlə prezidentin belə deyək ki, bu məsələdə xalqın yanında olması, elə xalqın da bir yumruq kimi prezidentin ətrafında birləşməsi, bu milli həmrəylik baxımından belə situasiyaya necə təsir göstərdi? Çünki siz yəqin özünüz də xatırlayırsınız ki, insanlar prezidentin tweetini tez-tez, yəni artıq alışmışdılar, gözləyirdilər səbirsizliklə ki, görəsən indi hansı ərazilərimiz azad olunacaqdı? Çox maraqlı bir məqama toxunursunuz. Ondan başlayayım ki, biz mütəmadi olaraq ifadələr işlədirik və haqlı olaraq da deyilik və qürurlanırıq ki, Azərbaycan ordusunun Şuşa əməliyyatı, Azərbaycanın ordusunun digər istiqamətlərdə həyata keçirdiyi əməliyyatlar bir çox deməli, hərb akademiyalarında sözün əsl mənasında dərslik kimi, mövzu kimi istifadə olunur. Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyatların taktikası, strategiyası. Amma mən sizə deyim ki, heç də o əməliyyatlarımızdan
strateji və taktiki baxımdan zəif olmayan başqa bir istiqamət Azərbaycanın informasiya müharibəsində Müzəffər Ali Başkomandanımızın seçdiyi strategiya idi. Cənab İlham Əliyev informasiya yükünü tam mənada informasiya mübarizəsində çiyinlərinə götürdü. O, Azərbaycana prokuror iddiası ilə gəlmiş o media nümayəndələri ilə sözün əsl mənasında müsahibə yox, həm də mübarizə idi. O mübarizədə qalib çıxmaqla bərabər həm də bütün müharibə aparan dövlətlər üçün çətin olan məqam öz xalqı ilə bir qayda olaraq dil tapmaqdır. Azərbaycan prezidenti məhz xalqa arxalanaraq, Azərbaycan prezidenti məhz xalqla əl-ələ verərək bu müharibəni apardı və Azərbaycan xalqının hər bir fərdi Cənab İlham Əliyevin o qeyd etdiyiniz kimi müvafiq olaraq o tweetlərini gözləyirdi. Azərbaycan xalqı Cənab İlham Əliyevin hər bir addımının arxasında dayandığını bir mənalı bəyan edirdi. Hətta o zaman Azərbaycandakı müxalif siyasi partiyalar belə o satılmış bir partiya istisna olmaqla Cənab İlham Əliyevin ətrafında sıx birləşdi. Müharibə vaxtı yeganə siyasətin Cənab İlham Əliyevin ətrafında birləşərək Azərbaycanın ərazi bütövlüyü, suverenliyinin bərqərar edilməsi istiqamətində mübarizə olduğunu dərk edərək bu addım atdılar və bu çox yüksək qiymətləndirilməlidir və dünya tarixində çox az nümunəsi olan bir məqamdır. Bəli, həqiqətən də Azərbaycan prezidenti, Azərbaycan xalqı, Azərbaycan ordusu bir vəhdət ortaya qoyaraq, bir vəhdət nümunəsi ortaya qoyaraq, həm də o dövlətimizi elə bir sınaqdan çıxardıq ki, biz göstərdik ki, bizdə bu birlik mövcuddur. Biz göstərdik ki, 30 ildən artıq davam edən işğal, təcavüz Azərbaycan xalqının milli iradəsini qıra bilməyib, inamını qıra bilməyib. Biz göstərdik ki, çoxsaylı kənar təsirlərə baxmayaraq, kənar nüfuz edici alətlərin istifadəsinə, qeyri-hökumət təşkilatları, ayrı-ayrı dırnaqarası media qurumları, müstəqil dırnaqarası media qurumları və s. Bunların çoxsaylı təbliğatlarına baxmayaraq, Azərbaycanda yekdillik, vahidlik və bir mənalı şəkildə Cənab İlham Əliyevin ətrafında sıx birləşən bir konfigurasiya mövcuddur. Və təbii ki, bu da Azərbaycanın qələbəsinin rəhnində duran amillərdən biri kimi çıxış etdi. Siz bilirsiniz ki, hətta xatırlayırsınız o dövrdə ki, belə deyək ki, kənar təsirlər var idi Azərbaycana qarşı. Azərbaycan bir tərəfdən hərb meydanında öz haqq mübarizəsini aparırdı. Digər tərəfdən isə bəzi qərb ölkələri, qərb təsisatları bu məsələyə mane olmağa çalışırdılar, Ermənistanı silahlandırmağa belə deyək çalışırdılar. Ümumiyyətlə, çətinliklə də olsa biz təbii ki, qələbəmizi əldə etdik və haqq sözümüzü dünyaya çatdırdıq. Soruşmaq istərdim ki, bu regionda geosiyasi güc balansını necə dəyişə bildik bu çətinliklərə baxmayaraq? Bilirsiniz, müharibəni dayandırmaq çağırışları, dünyada müharibə yolu ilə yox, sülhə istiqamətlənən çağırışlar əslində səmimi olarsa, çox müsbət hal ola bilər. Amma bizə münasibətdə müharibəni dayandırmaq çağırışları, bu açıq şəkildə təhdid idi. Nədir o təhdid? O təhdid ondan ibarət idi ki, onlar bizdən tələb edirdilər ki, Azərbaycan öz ərazilərini işğaldan çəkinməlidir. Sanki biz öz ərazilərimizi işğal edirik. Eyni zamanda onlar bizə müxtəlif qarayaxmalar, böhtanlar, sanki hansısa formada soyqırmalar həyata keçirilir, kimlərsə blokadiya alınır. Bu kimi təhdidlər irəli sürürdülər. Hətta utanmadan bu məsələləri, bu yalanlar, böhtanlar BMT-nin Təhlükəsizlik Şurasının masasına qədər gedib çıxmışdı. Azərbaycan haqq işinə, ərazi bütövlüyünün təmin edilməsi, suverenliyin bərqərar edilməsi istiqamətində mübarizəsinə görə beynəlxalq birlik tərəfindən təzyiqlərə məruz qalmağa cəhdlər edirdi. Bilirsiniz, burada bizim ən böyük üstünlüyümüz Cənab İlham Əliyevin vizyonu oldu. Əgər Cənab İlham Əliyev yox, başqa bir adam o dövrdə Azərbaycan rəhbərliyi etsəydi, əmin ola bilərsiniz ki, biz informasiya müharibəsini və ardınca da bütövlükdə müharibəni birmənalı uduzardıq. Cənab İlham Əliyevin qətiyyəti ilə informasiya müharibəsində birmənalı şəkildə üstünlük qazanıldı. Eyni zamanda çoxsaylı diplomatik cəhdlərə, Cənab İlham Əliyevə çoxsaylı zənglərə, təzyiq cəhdlərinə baxmayaraq, Cənab İlham Əliyev milli iradəni təmsil etdiyi üçün heç bir kənar iradə onun addımlarına, onun müəyyənləşdirəcəyi konfigurasiya və yol xəritəsinə heç bir formada mane ola bilmədi. Və dövlət başçımız özü də ifadə etdi ki, kim bizi dayandıracaq, kim Azərbaycanın 100 milli ordusunu dayandıracaq və belə də oldu. Azərbaycan bilirsiniz, haqq yolunu tutub, beynəlxalq hüququn aliliyini, beynəlxalq humanitar hüququn aliliyini rəhbər tutaraq öz ərazilərini işğaldan azad etdi. Biz qalib tərəf olaraq çox daha irəliləyə bilərdik. Biz qalib tərəf olaraq sonraki müharibənin o sonraki sülh danışıqlarına lüzum qalmayacağı bir konfigurasiya formalaşdıra bilərdik. Amma biz beynəlxalq hüquqa hörmətlə yanaşdıq. Azərbaycan Ermənistan şərti sərhədlərində qoşunlarımız dayandı. İkinci bir nümunə deyin, bugün dünyada aparılan müharibələrdə buna əmsal.
Hər kəs müharibə edir. Kim müharibə edirsə və başqasının ərazilərinə doğru irəliləyir. Cənab İlham Əliyev müharibədən dərhal sonra sülh təşəbbüsləri ilə çıxış etdi. Bu, bütövlükdə bölgədə yeni konfigurasiya deməkdir. Cənubi Qafqaz sözün əsl mənasında həmişə sülhə həsrət olub. Cənab İlham Əliyev məhz həmin o sülhü de facto olaraq realizə etdi. Və bugün faktiki olaraq biz aylardır və hətta illərdir bunu deyə bilərik ki, atəş səsləri eşitmirik təmas xəttində. Artıq bölgədə de facto sülh mövcuddur. İndi qalır həmin sülh müqaviləsinin imzalanması. Cənab İlham Əliyev deməli BMT Baş Assambleyasının 80-ci sessiyasında da açıq şəkildə vurğuladı. Biz bu sülhə necə nail olduq? Kənar qüvvələri müdaxiləsinə imkan vermədən. Bu əslində həm də bugün yenidən bölgəyə burnunu soxmaq istəyən, yenidən bölgədə yaranan sülh ab-havasını pozmağa çalışanlara bir mesaj idi. Bu eyni zamanda Ermənistana bir mesaj idi ki, kənar qüvvələr bu bölgənin yaxşılığını istəmir. Kənar qüvvələr bu bölgədə maraqlarını təmin üsulu kimi müharibəni görürlər və müharibə isə Azərbaycan təbii ki, müharibə istənilən zaman, istənilən müharibəyə bu bölgədə hazırdır, amma biz bunu arzulamırıq. Biz bu bölgədə qanın tökülməsini arzulamırıq. Biz bu bölgədə nəhayət silahların dinməsini, biz bu bölgədə yalnız və yalnız istehsal müəssisələrinin qurulmasını, biz bu bölgədə infrastrukturların yaradılmasını, sülhü, şadiyanalığı arzuluyuruq. Amma istənilən varianta da dövlət başçımızın dediyi kimi hazırıq. Bu mənada Ermənistan başa düşməlidir. Başa düşməlidir ki, yeni müharibə bu dövlətin dövlətçiliyinə, olmayan dövlətçiliyinə son qoya bilər. Belə bir məqamda əlbəttə ki, Azərbaycanın yaratdığı bu tarixi şansı qiymətləndirmək və indiki məqamda bütövlükdə biz bunu lokal xarakteri yox, qlobal xarakterli bir hadisə kimi dəyərləndirməyimiz vacibdir. İlk növbədə ona görə ki, beynəlxalq hüququn aliliyi təmin olundu. Artıq o beynəlxalq hüququ qəbul edən beynəlxalq təsisatlara, universal regional təsisatlara olan etimadsızlıq mühiti tədricən aradan götürülməyə başladı. Azərbaycan BMT başda olmaqla həmin təsisatları utancdan qurtardı. İkincisi, Azərbaycan beynəlxalq hüququn aliliyini təmin edərək bu bölgədə və digər bölgələrdə hərbi, siyasi yolla ərazi bütövlüyü, suverenliyi və s. dövlət elementlərinin bərqərar edilməsini mümkünlüyü presidentini yarattı və nəhayət Azərbaycan bu bölgədə, bu çətin coğrafiyada sülhə, sabitliyə nail olmaqla axır insanlıq adına, yalnız Azərbaycan, Ermənistan, bütövlükdə Qafqaz xalqları yox, bütövlükdə insanlıq adına bir töhfə ortaya qoymuş oldu. Aydınlıdır. Bəhruz müəllim, bəs dəmir yumruq əməliyyatında Azərbaycan ordusunun strateji üstünlükləri nədən ibarət oldu? Azərbaycan ordusu bilirsiniz ki, müharibəyə kifayət qədər mürəkkəb, çətin və uğurlu inkişaf yolu keçib. Cənab İlham Əliyev ilk növbədə Azərbaycan ordusunun ulu öndər siyasi kursuna sadiq qalaraq Azərbaycan ordusunun təkmilləşdirilməsi, müdafiə sənayesinin tam yenidən qurulması və demək olar ki, yaradılması, eyni zamanda orduda döyüşən, ordunun əsas bilirsiniz ki, hissəsi nə qədər silah, sursat olur olsun, dövlət başçımızın təbirincə desək, əskəri zabit olmadan orduya ordu demək olmaz. Orduda o gənc nəslin formalaşdırılması, elə bir gənc nəslin formalaşdırılması ki, vətənə, dövlətə, millətə, indiki və gələcək nəsillər qarşısındakı məsuliyyətini dərk edən bir format ortaya qoya bilsin. Bax, belə bir gənc nəsil formalaşdırıldı və Azərbaycan ordusu artıq mənəvi, psixoloji cəhətdən tam şəkildə öz torpaqlarını işğaldan azad etmək, dövlətimizin suverenliyini, ərazi bütövlüyünü, bütövlükdə konstitusiyon niyyətlərimizin bərqərar edilməsinə hazır olan bir gənc nəsil, bütöv bir ordumuz başdan ayağa bax belə bir insanlardan ibarət oldu. Bizim ən böyük üstünlüyümüz milli birliyimiz oldu. Bizim ən böyük üstünlüyümüz zamanında uğurlu hərbi islahatlar, müdafiə sənayesinin qurulması oldu. Baxmayaraq ki, biz əks hücuma keçərkən qarşımızda 30 il möhkəmlənmiş 10 qat beton sədlər var idi. Bizim qarşımızda o separatçıları, Ermənistanın silahlı qüvvələrini açıq şəkildə müdafiə edən, onlara silah, sursat, benzin və s. daşıyan çoxsaylı böyük aralarında qonşu dövlətləri də olmaqla böyük dövlətlər dayanırdı. Təyyarələr, silah, sursat gətirən təyyarələrin qatarların arası kəsilmirdi. Azərbaycan bütün bunların fonunda qalib gələ bilirsə, bu birmənalı şəkildə Cənab İlham Əliyevin doğru istiqamətlənmiş direktivlərinə, əsaslandığı ədalətli tezislərə və ən əsası isə sınanmış vizyonuna birmənalı şəkildə əsaslanırdı. Bəs Şuşanın azad olunması ilə Azərbaycan nəyi qazandı? Çünki bilirsiniz ki, ümumiyyətlə Şuşada ilə Xankəndinin özü də ermənilər üçün çox önəmli bir ərazi idi və Şuşa azad olunanda onlar çox məyus olmuşdular. Hətta orada daxili çəkişmələr baş vermişdi. Bilirsiniz, Şuşa ermənilər üçün ona görə önəmli idi ki, ora Azərbaycan üçün önəmli idi. Təbii. Amma nə Şuşaya, nə Xankəndinə
Ermənistanı və erməniləri tarixən heç nə bağlamır. Heç bir mənəvi bağları yoxdur. Ora onların, məsələn, Xankəndində onların köçməsinin Sovet dövründə 150 illiyi ilə bağlı abidə qoyulmuşdu. Yəni onlar oranın yerli sakinləri olmadıqları üçün mənəvi cəhətdən onları heç nə bağlaya bilməzdi. Onları yeganə olaraq Şuşanın strateji əhəmiyyəti idi onlara bağlayan və bir də Azərbaycan üçün çox önəmli bir bölgə olması. Bilirsiniz ki, Şuşa, Laçın əslində Qarabağ və Şərqi Zəngəzurun, xüsusən Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi üçün, Ermənistanın o kommunikasiya xətlərinin yaradılması üçün çox vacib idi. Şuşaya sahib olan əslində Qarabağa sahib olurdu. Laçına sahib olan, o yola sahib olan əslində bütövlükdə regiona hakim ola bilirdi. Və bu mənada ermənilər üçün həm də strateji önəmi həmin bölgənin çox vacib idi. Təsadüfi deyil ki, Azərbaycanın 90-cı illərin əvvəllərindəki hakimiyyətdə olanların xəyanətkar vizyonu nəticəsində hakimiyyətə gəlmək naminə qurban verdikləri həmin bölgə sonra bütövlükdə bütün Qarabağın və Şərqi Zəngəzurun işğalı ilə nəticələndi və təsadüfi deyil ki, bax bizim üçün müsbət, bizim üçün bax qürur doğuran məqam ondan ibarətdir ki, Azərbaycan ordusu Şuşanı işğaldan azad etməklə sözün əsl mənasında ustad dərsi cənab prezident ortaya qoydu, Müzəffər Ali Baş Komandan kimi. Laçını isə, Laçın kimi mürəkkəb bir bölgəni, Laçın kimi kifayət qədər qorunan, təbii coğrafi şərait Ermənistanın o zamanki silahlı qüvvələrinin xeyrinə olan bir bölgəni bir güllə atmadan azad etməyə məcbur etməklə isə cənab İlham Əliyev bu bölgədə hansı nüfuza və hansı gücə sahib olduğumuzu və düşməni nəyə vadar edə biləcəyimizi bütün dünyaya göstərdi. Bəli. Bəhruz müəllim, son olaraq istəyərdim bir məsələyə münasibət bildirək. Bugün anım günüdür. Məsələn, biz şəhidlərimizi anırıq. Həm 1-ci, həm 2-ci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızı. Amma bu məqamda 4000-ə yaxın Azərbaycanlının məsələn itkin düşmüş şəxslərimiz var. Onları məsələn düşünürəm ki, yad etməsək olmaz. Onların arasında bizim şəhidlərimiz də var. Elə 2-ci Qarabağ şəhidlərimiz də var, 1-ci Qarabağ şəhidlərimiz də var, mülki şəxslərimiz də var. Bununla bağlı ümumiyyətlə BMT-də çağırışlar olunubdu. Bunların talihləri ilə bağlı. Bəli. Siz xatırlayırsınız, elə bir neçə gün bundan öncə prezident də BMT-də çıxışında bu məsələni gündəmə gətirdi. İstəyirdim elə bunu bu barədə soruşum. Ümumiyyətlə onların talihi ilə bağlı BMT heç olmasa indi hansı addımlar ata bilər? Əslində bilirsiniz ki, Azərbaycan bir neçə prioritet məsələləri post-sülh dövründə kifayət qədər post-münaqişə dövründə, yəni sülh dövründə qarşısına kifayət qədər ciddi bu istiqamətdə hədəflər qoyub. Bu hədəflər nədir? Minaların tamamilə təmizlənməsi, bilirsiniz ki, həmin ərazi kifayət qədər minalarla çirklənmiş, bəlkə də dünyada bir nömrəli Əfqanistandan daha çox çirklənmiş ərazi hesab edilir. Həmçinin həmin bölgələrə dayanıqlı, böyük qayıdışın, quruculuq bərpa prosesindən sonra realizəsi bizim əsas hədəflərimizdən biridir və bir də bizim o sülh dövründə, yəni post-münaqişə dövründə çatmaq istədiyimiz, realizə etmək istədiyimiz əsas hədəflərdən biri həmin o 4000 nəfər soydaşımızın talihi ilə bağlı məqamlardır. Çox təəssüflər olsun ki, bugünə qədər Ermənistan cari istiqamətdə hər hansı formada konstruktiv əməkdaşlıq etmir. Bu da bir tərəfdən onların o revanşist, millətçi, mifik ideyaların qurbanına çevrilmiş təfəkküründən irəli gəlirsə, digər tərəfdən də çox təəssüflər olsun ki, zaman-zaman aşkarlanan o kütləvi məzarlıqlar, orada aşkarlanan insan nümunələri, DNT deməli, nümunələrinin təhlili və s. zaman-zaman görürük ki, bizim o itkinlərimizin həyatda qalmaq şansı çox azdır. Bu nə qədər də ağır olsa, biz yavaş-yavaş anlayırıq ki, bunların çoxu erməni vəhşiliyinin bir mənalı qurbanı olub və onlar ona görə qətlə yetirilib, ona görə öldürülüb ki, onlar Azərbaycanlıdır. Bu, sözün əsl mənasında 21-ci əsrdə böyük faciədir. Azərbaycan adına yox, bütövlükdə insanlıq adına, bəşəri dəyərlər adına və bu yanaşmaya susan beynəlxalq təsisatlar adına. Əlbəttə, indi bizim gözləntilərimiz çoxdur. Biz əlbəttə o qənaətdə deyilik ki, Birləşmiş Millətlər Təşkilatından hansısa mütəxəssislər gəlib bizim o itkin düşmüş vətəndaşlarımızı axtarsınlar. Amma ən azından bunun üçün açıq iradə ortaya qoyulmalıdır. Azərbaycanın bölüşdüyü narahatlıqlar onlar tərəfindən də ən yüksək beynəlxalq sənədlərdir. Məsələn, BMT Təhlükəsizlik Şurasının qətnamələrində, BMT Baş Assambleyasının bəyanatlarında birmənalı şəkildə ifadə olunmalıdır. Aydındır. Çox sağ olun, təşəkkür edirəm Bəhruz müəllim. Qeyd edim ki, qonağımız millət vəkili Bəhruz Məhərrəmov idi. Biz 27 sentyabr anım günündən danışdıq. Eyni zamanda da Azərbaycanın əldə etdiyi qələbəni müzakirə etdik.